Salam hörmətli izləyicilər, bir də xoş gördük. Deməli biz söz verdiyimiz ki, hər həftənin sonunda, yəni test toplumumuzun nümunəsi əsasında sınaqlarımızı təqdim etməyə çalışacağıq. Deməli, siz də kanalımıza abunə olmağı, bəyənib paylaşmağı unutmayın. Məqsədimiz də MİQ və sertifikasiya hazırlaşan həmkarlarımıza dəstək olmaq və bacardığımız qədər, yəni onların fəaliyyətində yardımcı olmaqdan ibarətdir. Deməli, başlayaq sualımızın, yəni sınavımızın izahına. Deməli, birinci sual belədir. Osmanlı dövləti ilə imzalanan sevil müqavilət şərtlərinin həyata keçirilməsi imkan vermədi. Antanta dövlətlər arasında olan ziddiyyətlər xeyir bağlanması gecikdirirdi. Almaniya Osmanlılar dəstəkləməsi xeyir əlaqəsi yoxdur. Türk xalqının istiqlaliyyət müharibəsinə başlanması məhz doğru cavab C bəndidir. Keçirik 2-yə. Birinci Dünya müharibəsindən sonra iqtisadi məsələyə aid ilk konferans olması, 20-ci yüzilin 20-ci illərin birinci yarısına çağırılması, təhlükəsizlik təminat verən paktın imzalanması, Rusiya ilə Almaniya arasında iqtisadi müqavilə imzalanması verilənlərdən hansılar lokal konferansına aid etmək olar? Burada yalnız 3 aid etmək olacaq. Çünki Birinci Dünya müharibəsindən sonra iqtisadi məsələsi olan geniyadır. 20-ci illərin birinci yarısı, ikinci yarısı, çünki 5 ikinci yarısındadır, yəni 20, 21, 22, 23, 24, yəni birinci yarısına düşür, ona görə də 25 olduğu üçün bu ikinci yarısıdır. Cavab burada Reyn təminat paktının imzalanmasına gedir, cavab məhz 3-dür, B bəndi. Xəritə sxeması əsasında hansı ərazilər haqqında doğru məlumat verilmişdir? Deməli ki, Trafalgar döyüşündə qalib gəlmişdir, xeyr məğlub olmuşdur, 1805-ci ildə Fransadır bu. 5 Reformasiyada Papa böyük uğur qazanmışdır, xeyr, uğursuzluğa düçar olmuşdur. Hətta Augsburg sazişi ilə Katolik kilsəsi parçalanmışdır, Protestant kilsəsi yaranmışdır 1555-ci ildə. 4-ə baxırıq, deməli Rekonkista hərəkatı başlamışdır, xeyr, Rekonkista İspaniyada və Pirineydə başlamışdır və yaxud da 1-ə baxırıq, 20-ci əsrin 30-cu illərində faşist diktaturası, bəli, Fransisko Frankon rəhbəri altında 36-39 vətəndaş müharibəsinin nəticəsində, yəni 4 doğrudur. 3-ə baxırıq, 30 illik müharibədə İspaniyaya qalib gəlmişdir. O ümumiyyətlə iştirak eləməyib 30-cu illərə, yəni ki, Avropa dövlətləri ki, iştirak etməyən məhz doğru cavab E bəndidir. 4-ə baxırıq, sxemdə sual işarəsinin yerində yazılmalıdır. Axqoyun dövlətinin inzibati idarə pilləsi, padşah, əmr-i-lümarə, sədr-əzəm, qazi olmalıdır, qazi düşüb. Və baş vəzir, burada cavab C bəndidir. Yəni idarəçilikdən. Paris konferansının nəticəsində yaradılmış Millətlər Cəmiyyətinin başlıca vəzifəsi deməli, xalqlar arasında əməkdaşlığı inkişaf etdirməkdən bəli ibarət idi. Həm də sülh və təhlükəsizlik qorumadan ibarət idi. Məhz 1999-cu Paris konferansının yekununda yaradılmış, yəni nəticə sonra mühüm nəticələrin daha doğrusu biri idi. Cavab A bəndidir. 6-cı sual. Almaniya imzaladığı Paris sülhünün hərbi müddələrinə aiddir, yəni hərbi və ərazi var idi. Məcbur hərbi mükəlləfiyyətin ləğv edilməsi bəli, yəni 100 minlik könüllü ordu saxlaya bilərdi. Avstriya ilə birləşmə mühətəsini götürülməsi bu ərazidir. Cavab məhz B bəndidir. Qalanlar isə hərbi şərtlərinə aiddir. Sənin nəticə əlaqəsi doğru verilmişdir. Çində vuruşan padşahlar dövrün başa çatması Xan sülaləsinin yox, Sin olmalı idi. Fermopil döyüşünün baş verməsi Yunan şəhər dövlətlərinin istiqlaliyyətinə son olması yox, Xrena yolu seyidi götürə bilərdi. Kadeş sülhünün imzalanması, Cənubi Suriyanın Misirə verilməsi bəli, şimala etilənəndə qalmışdı. Məhz doğru cavab C-dir. İskit padşahının yaranması, Urartu dövlətinin zəifləməsi, İskit 7 yaranır, Urartu 8-dən 714-dən etibarən zəifləməyə başlayıb, əlaqəsi yoxdur. Maqnezi döyüşünün baş verməsi, Parfiyanın Romaya məğlub olması yox, Serviçlərin olmalı idi, Romaya məğlub olması cavab məhz C bəndidir. Deməli, Albaniya dövləti Eradan və 2-ci yüzilliyin sonlarında müstəqil siyasət yürüdürdü. Bəli, Roman asılığa düşmüşdü. Bu, Eradan və 1-ci əsrin əvvəl və yaxud ortalarında Kür və Qanıq döyüşü nəticəsində idi. Alanların yürüşə məruz qalması bizim İran 1-3-cü əsrlərdə Selevklərin mübarizə aparması aparmayıb, Atropaten aparıb. Yəni, bu, Azərbaycan dövləti olaraq bu aparmayıb, yəni Albaniya aparmamışdır. Parfiya dövlətinə qarşı mübarizədə Romaya arxalanırdı. Bu, Eradan və 2-ci, 1-ci əsrin sonları və yaxud da bizim İran 1-ci əsrin əvvəllərində olub. 9-cu sual. Uyğunluq mənədə torpaq mülkiyyət forması inci və xalisə hərbi xidmət müqamilə verilirdi. Xeyr, çünki sülalə məxsus torpaqlardı. 13-cü əsrdə meydana gəlmişdi, bəli, Monqol Elxaniləri dövründə cavab 1-B-dir. Bağışlan forması xeyr, aidiyyəti yoxdur. Klassik orta əsrlərdə verilməyə başlanmışdır. Xeyr, 9-11 erkən ortasılardan verilməyə başlayıb. Şahman ailəsi məxsus torpaqlardı, bəli, 2-də 1 gedir. Şərti idi, yox, ümumiyyətlə, nə şərti, nə irsi deyildi. Bu, şah və onun ailəsi məxsulun daha çox, yəni irsiyə, xüsusi irsi mənsubluğu var idi. Cavab E bəndidir.
Daha əvvəl baş vermişdi ilkin şəhər mərkəzlərinin yaranması, yəni bu Orta Tunc dövrüdür, tayfaların yaranması erkən Tunc dövrüdür, sənətkar müstəqil sahə çevrilməsi bu Orta Tunc dövrüdür, balıqçılığın ikinci dərəcəli məşğuliyyət olması bu Eneolitdən başlayır, ibtidai icma qoşunlarının son Tunc dövrü cavab məhz D bəndidir, əvvəldir soruşur. Erdən əvvəlcə daha böyük rəqəm götürməliyik. 11. Birləşdirmə siyasəti yürütməsi, Qarabağ xanlığına yürüş etməsi, vergi sahəsində qayda qanun yaratması, Pənahəli xanla mübarizə aparması verilənlərdən hansılar Hacı Çələbi xanı Qubalı Fətəli xanından fərqləndirir? Deməli, birləşdirmə ikisi də aparıb. Qarabağ xanlığa yürüş ikisi də edib, amma ikisi də uğursuz olub nəticə etibarilə. Vergi sahəsində qayda qanun hər ikisinə aiddir. Pənahəli xanla mübarizə Hacı Çələbiyə aiddir. Bayat savaşında 1748-ci ildə məhz doğru cavab D bəndidir. Ərəb xilafətinin 8-ci ilin tarixinə aid Sasanilərlə mübarizə aparması bu 7-ci əsrdə götürə bilmərik. Cənubi Qafqaza ilk dəfə yürüş etməsi bu da 7-ci əsrdir. Əməvdən hakimiyyətə gəlməsi 661 bu da 7-dir. Səlcuqlardan Aslana düşmələri xeyr bu 11-ci əsrdir. Franklara məğlub olması bəli bu 732-ci Poitiers döyüşündən geri söhbət məhz cavab E bəndidir. Bəzi hərf səhvləri var, üzrlü sayın. Deməli, 13-cü sual. 19-cu yüzyılın 30-cu illərində bu ərazidə baş vermiş üsyan məğlub olduqdan sonra iştirakçı cəza tədbirlərinə xilas olmaq üçün qonşu dövlətin ərazisində keçdə bu Lənkəran xanlığının ərazisindən, yəni 1831-ci üsyandan gedir. Cavab 2-dir. Yəni, haqqında bəhs olunan üsyan baş verdiyi ərazini xətt etməlidir. Cavab 2-dir. Məhz D bəndi. Uyğunluğu müəyyən edin. Səfəvi dövlətinin 16-cı yüzyılın birinci yarısında, 16-cı yüzyılın ikinci yarısında şəhər döyüşündə Ağqoyunlara məğlub edilməsi, Ağqoyunlara bu dövləti istədiyi üçün götürə bilmərik. Amma sülh imzalanması ikinci yarısına gedir, yəni 2-yə B. Şəki hakimiyinə son qoyması bu da gedir, yəni B ilə C 2 gedəcək, B-C. Deməli, Çaldıran döyüşün baş verməsi D gedəcək 1-ə. Və baxırıq E-yə Sultan Səlimin 3-cü yürüşünün baş verməsi Sultan Səlimin 3-cü yürüşünün başı Sultan Süleyman olmalı. Burada texniki səhv üzrlü sayın. Yəni cavab B gedəcək A, Y və D, Y və B, C. Məhz doğru cavab A bəndi götürülməlidir. Amma Sultan Süleyman olmalıdır. 1548, yəni üzrlü sayın burada da texniki səhv gedib, yəni adı səhv yazılıb. Məntiqi ardıcıllığı tamamlayın. Talas döyüşünün baş verməsi, Çinlilərin məğlub edilməsi. Deməli, burada ikinci Göytürk dövlətinin yaranması yox, çünki ikinci Göytürkün süqutundan sonra Uyğur dövləti yaranmışdı. Axund dövlətinin bərpa edilməsi heç bir əlaqəsi yoxdur. Uyğurların yeni ərazilərə keçirilməsi və Talas vadisinin sahibi oldular. Axund dövlətinin süquta uğradılması xeyr bu 6-cı əsrdir. Talasda 8-də baş verib. Çin dövlətinin süqut etməsi yox, Astara düşməsidir, yəni Uyğurlardan, yəni prosesin sonunda. 16-cı sual. Bu dövlətlərin hər biri iri feodal mülklərdən, onlar isə daxildə daha kiçik feodallara bölünmüşdür. Hər bir iri feodal öz ərazisində müstəqil fəaliyyət göstərirdi, öz pulunu kəsdirir, qanun çıxarır, məhkəmə vəsə edirdi. İstədiyi kimi vergi qoyur və onu artıra bilirdi. Vergini ödəyə bilməyən kəndlilər torpağını itirir və feodallardan asılı vəziyyət düşürdü. Bu kəndlilərin təhkimli vəziyyətin düşməsi ilə nəticələnirdi. Verilənlərə əsasən hansı nəticə gəlmək olar? Feodal münasibətdə yaranırdı. Xeyr, yaranması 5 Avropada, 3 şərqdədir, yəni Azərbaycanda. Roma imperiyası parçalanması xeyr, heç bir əlaqəsi yoxdur. Quldar dövləti idi Roma imperiyası, çünki feodal dağınıqlığı davam edirdi. Bəli, çünki feodal pərakəndliyindən söhbət edir burada. Xalqların böyük köçünün başlanmışda xeyr, əlaqəsi yoxdur. Məşələşmiş dövlət yaranması yox, pərakəndliyindən danışır. Məhz doğru cavab C bəndidir. Ərəb xilafətində fitr və zəkat, irsən keçən torpaqlar idi, xeyr, əsas vergi növü idi, xeyr, yalnız müsəlmanlar bəli, Ramazan bayramında alınırdı. Deməli, birəci əmlakın 5/1 qədərini təşkil edirdi, düzdür, müsəlman olmayan da xeyr, məhsulun 40/1 qədərində alınırdı. Daha doğrusu C bəndi, 1-ə C, 2-də C, cavab A bəndidir. ABŞ-nin vergi sistemini ratifikasiya etməməsinin səbəbi qəbul edilmiş Lendiz haqqında qanuna zidd olması, xeyr, Lendiz haqqında qanun, yəni 1945 martında verib, boz və kirayə haqqında yəni məsələsini müzakirə edir. Əvvəlcə Britaniya, sonra İsrail yardım etmişdi. Millətlər cəmiyyətinə daxil olmasına imkan verilməməsi, deməli, xeyr, ABŞ-ın içinə qarşı açıq qapıda xeyr, nə yox, ənənə təcridli siyasətinə zidd olması cavab D bəndidir burada.
Xəritədə ulduz işarəsi ilə verilmiş şəhərin 10-cu yüzillik tarixinə aiddir. Alanlar yürüşə məruz qalmışdır. Deməli, buradan yəni Gəncədən söhbət gedir. 10-cu yüzillikdə yox, 1060 62-63-cü ildə götürə bilərik. 11-ci əsrdə Şəddad dövlətin paytaxtı idi. Bəli, cavab B bəndidir. Gəncədir. 20-ci sual. Eyler-Venn diaqramında müqayisə edən böyük Kara Justinian deməli, yeni dövlətin əsasını qoyması heç birisi qoymayıb. Ərəblərlə mübarizə aparılması, Justinian aparılması, bu gedəcək 1 gedəcək, B gedəcək 1-ə, B 1-ə gedir. Erkən orta əsrlərdə hakimiyyətdə olması C gedəcək oxşara. Poti döyüşündə qalib gəlməsi adiyyət yoxsa Sasanlarla müqavilə imzalaması E də gedəcək 2-yə, məhz doğru cavab C bəndidir. Deməli, Eyler-Venn diaqramında müqayisə edən maneçilik və məzdəkilər Sasani imperiyasında meydana gəlmişdir, doğrudur. Xeyl, deməli, 3-cü yüzillikdə baş vermişdir, bu maniyə aiddir. A hər ikisinə aiddir, B 1-ə aiddir. B 1-ə gedir. A, deməli, oxşara gedir. Sonra deyir ki, xeyli şərin mübarizəsindən bəhs etmişdi hər ikisində. Çünki Sasani dövlət məzdəklərə deyir ki, manilərdən fərqli olaraq yəni məzdəklər xeyli şər üzərində qələbəsi inanırlar. Deməli, manilər inanmırmış, fərqli soruşur, fərq kimi qiymətləndirilir bunu. Deməli, 5-6 yüzliklərdə olmuşdu, bu gedəcək, yəni yenə də məzdəkər. Deməli, öz təlimində bəzi dinlərin elementlərini birləşdirməyə çalışmışdı. Bu da maniyə aiddir. Deməli, B ilə Y 1-ə aiddir. D gedir, yəni 2-yə. A ilə C də məhz gedir 3-ə. Cavab C bəndidir. Xronologiyalı mənada Molla Həsənin döyüşünün baş verməsi 1578 noyabr, Pravoslav kilsəsinin yaranması 1054, 4-cü İvan hakimiyyətə gəlməsi olacaq, yəni 1533-cü il, Dağıstan feodallarının səbəblərin aşağı düşməsi 1510. Deməli olacaq burada 2-4, 2-4, 3-1. Cavab D bəndidir. Xəritədə verilmiş ərazilərin biri 20-ci əsrin 40-cı və 50-ci illərdə Azərbaycan SSR-də salınmış yeni sənaye mərkəzlərindən deyil. Deməli, 5 Sumqayıtda salınmışdı, 2 Şirvan, Əli Bayramlı yəni salınmışdı, 4 Daşkəsəndə var idi, 1 Gəncədə o da var idi, 1 Mingəçevir daha doğrusu o da var idi, 3 Şəkidir, aidiyyəti yoxdur, məhz cavab 3-dür, yəni B bəndi. Xronologiyalı mənada deyən Stuartlar sülaləsinin hakimiyyətə gəlməsi 1603, İngiltərə ilk parlamentin çağırılması 1265, Avropa 30 illik müharibənin baş verməsi 1618, birinci Çarlzın vergilər təyin etmək üçün parlament çağırılması 1640. Deməli olacaq 2-1 34, yəni 21-34, 21-34 cavab A bəndidirlər. Klasseri tamamlayan bənd İranzu Azı Aşeri, üsyan nəticəsində öldürülmələri. Deməli, Azı və Aşeri öldürülüb, amma İranzu yox. Urartu ilə mübarizə aparmaları Aşeri aparmayıb. İlsi hakimiyyətə malik olmaları, bəli, 3 götürəcək. Hakimiyyətlərinə qarşı üsyanlar baş bəli, 3-dən 4-dür, o da C bəndindədir. Otto von Bismarck üçün xarakterik deyil. 1960-cı illərin ikinci yarısında Prusiyanın baş naziri təyin edilməsi 60-cı illərin ikinci yarısı yox, birinci yarısı, yəni 1862-ci ildə məhz A bəndə aid deyil, digərdən də oxuyaq. Parlamentdə idarə etmə sisteminə və demokratik azadlıqlara qarşı idi, bəli. Daxili siyasətdə antiliberal bir siyasi xətt izləyən Bismarck xarici siyasətdə əsas məqsədi Almaniya vahid dövlətə birləşdirməkdir, bəli, bu doğrudur. Onun üçün davamlı sülh və düşmənçilik anlayışı yox idi, bu da doğrudur. Almaniyanın maraqları onun xarici siyasət əsas təşkil edir, bəli, doğru cavab A bəndidir. Yəni aid deyil. Cədvələ əsasən uyğunluğu mənada deyən zaman, döyüş, qalib. 731 savalan Albanlar xeyr, yəni Xəzərlər qalib gəliblər. 451 Katalan, Hunlar heç birisi qalib gəlməyib, o da götürənməli. Erdən 190-cı il Magneziya, Roma düzdür. Erdən 36-cı il Fraspa, Atropaniya da doğrudur. 3-4, 732 Poti, ərəblər yox, franklar olmalıdır. Cavab məhz A bəndidir. Qədim Romada senatın səlahiyyətlərinə aid deyil, daxili işlərə nəzarət etmək, xarici işlərə rəhbərlik etmək, maliyyə işlərinə baxmaq, hər iki konsulu seçmək, sülh və müharibə, hər iki konsul senatorlar içərisində seçilsə də Respublika dövrünün əvvəlində, amma xalq yığıncaq seçildi. Məhz doğru cavab D bəndidir. Uyğunluğu mənada ABŞ yəni Versal müqaviləsi ilə, Gent müqaviləsi ilə İspaniya tərəfindən müstəqilliyinin tanınmasına nail olmuşdur.
Xeyr, İngiltərə tərəfindən. Alleqan dağları Mississippi çayındakı ərazilərə sahib olmuşdur. Doğrudur. B. Öz istiqlaliyyətini qorumuşdur. Xeyr, bu ikinci də olacaq. Birinci də nail olmuşdu yaratmasına. Deməli, tanınmasına nail olmuşdu. Birə gedəcək B. Birə B. Baxaq. Deməli, Kanada olan iddialarına əl çəkmişdir. Düzdür. Birinci istiqlaliyyət müharibəsində öz varlığını qorumuşdur. Xeyr, ikincidə idi. İngiltərə tərəfindən ilk dəfə müstəqillik yox. 2 də A-dır. 1-ə B, 2-A. Cavab D bəndidir. Cədvəldə hansı rəqəmlərin yeri dəyişilirsə, xronologiyaçılığı alınır. Deməli, baxaq, Qərbi Roma İmperiyasının dağılması 476, Şərqi Roma İmperiyasının yaranması 395, birinci Göyçü dövlətin parçalanması 588 deyə 6-cı əsrin 80-ci illəri, Qaraxan dövlətinin süqut etməsi 1212 tamamilə Xarəzmşahlar tərəfindən süquta uğradılar. 13-cü əsrin əvvəli Ərəb xilafətinin süqut etməsi 1258. Deməli, orada 1 ilə 2-nin yeri dəyişəcək. 1 və 2 cavab E bəndidir. Köprülü Mehmet Paşanın gördüyü tədbirlərdən deyil, İslam alimləri arasında mübahisələr son qoyulması düzdür, aiddir. Dövlət büdcəsində kəsrli aradan qaldırılması, orada ciddi nizam yaradılması, Anadolu gücləndirilməsi, iltisam sisteminin ləğv edilməsi bu Gülhane xətti şərəfi 1839-cu ilə aiddir. Xürrəmlər hərəkatının iqamətgahı olan Bəz qalasının yerləşdiyi ərazi cavab 3-dür. Çünki 1 Qarabağ ərazisidir, Şuşa qalası ola bilər, 5 Qəbələdir, 4 Bakıdır, 2 də Urmiyadır. Məhz cavab 3-dür. Yəni E bəndi. Uyğunluq pozulmuşdur. Kürd döyüşünə qalib gəlmişdir. Albaniya hökmdarı Cavanşir bəy Xəzərlərə qalib gəlib 662-ci ildə. Albaniya daxil müstəqilliğinə toxunmamışdır. Xəlifə Muaviyə düzdür. 667-670-də Ərəb Xəzər müharibələri başlamışdır. 1-ci Bərləncər döyüşü ilə bəli. Savalan döyüşünə qalib gəlmişdir ərəblər. Xeyr, Xəzərlər qalib gəlib. Ərəb ordusu 3 illik mübarizə nəticəsində əl keçirmişdir. Müharib bəli, cavab məhz D bəndidir. Uyğunluq pozulub. Deməli, xəritə sxemdə Trafalgar döyüşündə qalib gəlmiş dövlətin ərazisi müəyyən edin. Cavab 3-dür. İngiltərə qalib gəlmişdir. Məhz D bəndidir. Cədvəldə hökmdarlara aid uyğunluğu müəyyən edin. İmmaşqun və Anubanini. Deməli, qələbə abidəsi ucaltmışdır. Anubani aid olmalıdır. Xilafət hakimləri tabe etmişdir. Bəli, B. İlk dövlət qurumunun əsası olmuşdur. Araddadır. Buna aidiyyəti yoxdur. 1-ə B. 13-cü yüzil, 23-cü yüzillikdə hakimiyyətdə olmuşdur. Bəli, seçki yolu ilə xeyr izləyir. Lulublar ilk hökmü xeyr. Cavab 1-ə B, 2-A. Cavab E bəndidir. Sxemə əsasən uyğun bəndlər müəyyən edin. Xəzər xalqının zəifləməsinin səbəbləri. Qonşu türk xalqları olan Uyğur yox, peçeniklər olmalı idi. Ərəbdə aparılan uzun sürən müharibə bu doğrudur. Dini pərakən da doğru cavab. 2 ilə 3-də cavab B bəndidir. 37. Maldarı və ikinci əsas məşğuliyyətə çevrildiyi dövrdə, bu yəni Neolit dövründən gəlsə, o insanlar oturaqda keçirdilər. Bəli, balıqçı təsərrüfatı yarandı. Xeyr, balıqçı əvvəldə var idi. Ana xaqanlıq mövcud idi. Bəli, ovçuluq ikinci dərəcə məşğuliyyətə, bu da inanat dövrü cavab 1-dən 3-dür. Cavab C bəndidir. Onların bir hissəsi Çin əsarəti altına düşdü. Çin dövləti sərhədləri getdikcə genişləndi və ərazisi böyüdü. Vyetnam bəzi vilayətlər və Koreya tabe edildi. Verilənlər əsasən qədim Çində dövrün xüsusiyyətləri müəyyən edin. Çində ilk dəfə imperiya yarandı. Xeyr, Sin imperiyası idi. Burada isə xandan gelir söhbət. Silsilə şərqdə Monqollarla toqquşmalıdır. Xeyr, əlaqəsi yoxdur. Çin ərazisində ilk qullar dövlətinin yaranmasına şərait yaratdı. Xeyr. Çin geniş ərazi əhatə edən imperiya çevrilmiş. Cavab məhz D bəndidir. Zar mağarasının yerləşdiyi ərazinin xəritəsində müəyyən edin. Deməli, 4 Qazaxdır. Deməli, düşə bilməz. Aidiyyəti yoxdur. Burada daşlara damcıl olmalıdır. Cavab burada 3-dür. Çünki Zar Kəlbəzərdə yerləşirdi. 1 Azıqdır. 2 Qobustandır və yaxud da ona yaxındır. 5 də Qazmadır. Cavab məhz 3-dür. B bəndi. Şirvanşahlar dövlətinə aid deyil. 9-cu yüzilin birinci yarısında yaranması bəli elə cavab budur. Çünki 861-də 9-cu ikinci yarısında yaranıb. İlk paytaxtı Şirvan olması doğrudur. Dərbənd əmirliyinin asılar salınması bəli 988-də doğrudur. Məziyyət Surası tərəfindən idarə edilməsi bəli. Dərbənd sərhədini təmin etməsi doğrudur. Məhz cavab A bəndidir. Xəritə sxemdə qeyd edilmiş hansı dövlət haqqında məlumat verilməmişdir? Triyek müharibəsində məğlub olmuşdur. 1 bəli. Ərazisində Sipahilər üsyanı baş vermişdir. Sipahilər üsyanı baş vermişdir. Deməli 2-dir Hindistan. Ərəb xilafətinin yarandığı ərazidə 3 Səudiyyə Ərəbistanı söhbət gedir və Ərəbistan yarımadasından dünyanın ilk imperiyasının yarandığı ərazi olmuşdur. Yoxdur burada, yəni Mesopotamiya göstərməyib.
Erdoğan 4-cü yüzün 30-cu illərində material içində yürüşlə məruz qalmışdır. Bu İran'da, yəni 4-cü ərazidə, yəni 4 də doğrudur. Məhz deməli burada 5 haqqında heç bir məlumat yoxdur. Cavab D bəndidir. 42-ci sual. Albaniya hökmdarı Cavanşir ilə Frank İmperatoru Böyük Karlın ümumi cəhəti Xəzərlərə qalib gəlmələri xeyir, ərəb xilafəti diplomatiya əlaqənin yaradılması. Bəli, cavab B bəndidir. Deməli, səbəb nəticə əlaqəsinin düzgün olduğu cavab müəyyən edin. Yunanistan keçirilməsi ya da gələn iqtisadi qüdrətin sarsılması bu doğrudur. Salamin döyüşünün baş verməsi Orta Yunanistan Əhəməli tərəfindən işğal edilməsi yox, Fermopolis götürə bilərdik. İkinci Ramsey Hitlerlə müqavilə imzalaması Fələstin ilk dəfə yox, növbəti dəfə deyə bilərdik, yenidən deyə bilərdik. Xan sülaləsinin məğlub olması, Pinçə müqaviləsi imzalaması cavab məhz 1-4 B bəndidir. Məntiq ardıcıl tamamlayın. Xalq azadlıq hərəkatının güclənməsi, ərəb xilafətinin zəifləməsi, Azərbaycanda feodal dövlətdən meydana gəlməsi ilə cavab ilə A bəndidir. Yəni 5 feodal dövlət yarandı. Bir də birisi əmirliklər və hakimliklər. 45-ci sual. İngilis müstəmləkəçiliyi genişləndi, Aud knyazlığı ingilislərə tabe edildi. Verilənlər nəticəsində Hindistan işğal tamamilə başa çatdırıldı. Bəli, cavab A bəndidir. 1856-cı ildə baş vermişdi bu. Erdoğan 2-ci yüzillikdə Hindistan və bizim İran 3-cü yüzillikdə isə Çin tarixində ümumi oxşarlığı var. Dövlətin parçalanması, bəli, Mariyanın getməsi ilə, yəni Erdoğan 180-də Hindistanda vahid dövlət parçalandı. Bizim İran 3-cü əsrin əvvəlində də Xan sülaləsinin getməsi ilə vahid dövlət parçalandı. Cavab ilə A bəndidir. 47. Cəbhədəki itkilər, mülki əhali arasında ölüm hallarının artması, müharibə illərində repressiyaların davam etməsi, gənclərin digər respublikalara işləmək üçün getməsi, orduya səfərbərliklə bağlı doğum hallarının azalması, verilənlərdən hansıları 20-ci əsrin, yəni 40-cı illərində Azərbaycan istəyəndə əhalinin sayının azalması səbəblərindən deyil. Burada deməli gənclərin digər respublikalara işləmək üçün getməsi, yəni səbəb ola bilməz. Yəni biz bunu yəni onlayn dərslərimizdə istifadə etmişik. Onun üçün sualın cavabını birbaşa deyirəm. Cavab burada 4-dür. Yalnız 4 C bəndi. Dehli Sultanlığına aiddir. Moğol dövləti ilə mübarizədə sübut etməsi, Moğol yox, Babır, Kabul hakimi, yəni Zahirəddin Babırla mübarizə aparıb. Əlaəddin Xələcin dövründə daha da güclənmişdir, bəli. Teymurlər dövlətinə qalib gəlmişdir, məğlub olmuşdur. Orada xidmət edənlərə 2 torpağı verir, bəli. Cavab 2-4. Bəs E bəndidir. 19-cu əsrin 70-ci və 20-ci əsrin 50-ci illərində Şimali Azərbaycanda həyata keçirilmiş aqrar islahatlarda oxşarlığı imperiya mənafeyinə uyğun olması, bəli, bu doğrudur. Feodal geniş imtiyazlar xeyr, çünki 20-ci illərdə feodal anlayışı yox idi, həm də xüsusi sahibkarlara qarşı mübarizə məhz 20-ci illərdən baş verib, bunlar tamamilə demək ki, məhv etmişdilər. Qolçamaqlarla sıxışdırılması bu 70-ci ildə qolçamalar yaranmağa başlamışdı. 20-ci illərində qolçamaqlar kollektivləşmə ilə məhv oldular. Başlaması ilə daha doğrusu kəndlərin torpaq sahəsinin verilməsi deməli burada kəndlərin torpaq sahəsinin verilməsi yox. Əvvəldən kəndlərə 1920-ci ildə maddi kreditə verilmişdi. Muzlu əmək şərait yaratması xeyr. Çünki essedə muzlu əmək demək olar ki, çox məhdud idi və yaxud da yox idi. Deməli, 50-ci suala baxırıq. Deməli, 49-da yəni cavab A bəndi oldu. 50-ci suala baxırıq. Böyük çarə kəşflər dövlətlərarası münasibətlərdə də dəyişikliyə səbəb oldu. Yeni kəşf edilən ərazilər uğrunda başlanan rəqabət mübarizələri yeni mərhələyə, yəni və yaxud da müharibəyə səbəb olurdu. Bəzən bu ərazilərin nüfuz dairələrinin bölünməsi ilə bağlı müqavilələr imzalanırdı. Mətndə bəhs olunmuş ilk belə müqavilə hansı dövlətlər arasında imzalanmışdır? Burada İspaniya və Portuqal arasında imzalanıb. Doğru cavab məhz E bəndidir.